Ən birincisi bizi Sumqayıtdan Fərid müəllim istəyir. Mən istəyirəm ona salam göndərim. Çünki o mənim qardaşıma qardaşlıq eləyir. Birincisi sizi öpürəm Fərid bəy öz yerində. İkincisi, qardaşlıq eləyir, o başa bəli, bəli, mənim balaca qardaşıma böyük qardaşlıq eləyən bir insandır. Biz onu niyə salamlamalıyıq? Yox, mən salamlamaq istədim də, indi icazə vermirsiniz. Ay bala, bura efir deyil. Hə, Elgiz bəy, deməli bu mahnı o deyil. Nə alaqası? Bu mahnı Nagihandan danışır, deyirsən. Hə də, hamı öz dərdin deyir də, qardaş, biri Boş saldı, körpü saldı. Yox, biri mikrofonu alır, çörək qiymətlərinə danışır. Valla mən belə improvizasiya görməmişdim. Mən də ağlamayana pəpə yoxdur, mən danışırken sözünü deyim də. Nagihan, burada sənət deyir ki, mən bir dəqiqə saxlayıb verilişi saxladım. Yox, ən birinci onu demək. Mən buradan Sumqayıtda deyir, bir nəfər var, ona təşəkkür edirəm. Mən də deyirəm ki, o bir nəfər kimdir, elə biləm ki, bu musiqi öyrədim, yəni deyir, mənim qardaşımı saxlayın. O bir nəfərimizə də eyni bek vokal oxuyub deyə. Ya o getdi o öz yerində. Ha, başqası da var. Bek vokalımızı oxuyan insan. Mən sən niyə vermiş saxladın birdən ki, bir dəqiqə dayanın, mən buradan salam Sumqayıt. Siz özünüz bilirsiniz ki, o qardaşı necə baxır ki, siz gözəl belə Instagram, TikTok materialısınız. Ona görə dedim ki, birinci mən özüm sözüm. Nə alaqası, TikTok material. Bəli, İlhamə xanım. İndi mən də sənə sual verirəm. Deyirəm ki, bu kişi sən qardaşını necə saxlayır? Böyük qardaşlıq eləyir Elgiz müəllim. Dəstək içində saxlayır, küpəyində saxlayır. İndi onu özləri bilər də. Elgiz müəllim, sizə böyük qardaşlıq eləyən insan olmayıb? Mənim 50 yaşım olacaq sabah günü. Mənə olub, mənə var, bu gün də var. Mən bir çətinliyə düşürəm. Mən bir çətinliyə düşürəm. Birinci ona zəng eləyirəm. O da gedir bir çətinliyə düşür, birinci ona zəng eləyir. Qardaşım, sən deyirsən